Adım Təxəllüs Fəriddir. demişdin sən. Fugi Sanchez. Fugi Sanchez. Nə mənasını izah elə? Sanchez günəş və şahmat sözləridir ingilis dilində. Fugi də mənim ailə üzvlərim səsləndirməni elə çağırırlar, ləqəbimdir. Toplamda Fugi Sanchez. Əslində əvvəlki təxəllüsüm George Ali idi. O Facebookda George Ali'də də bəli, o yəni Məhəmməd Əlidən götürmüşdüm Əli adını. Yəqin ki George da Bushdan götürmərsən. Yox, elə deyirdilər. Əslində yox, orada C or C. Baş açıqlaması tamamilə fərqli idi. C or C, all live sonsuza qədər idi səhv eləmirəmsə. Yəni o C-lər 2C valideynlərimin adları idi. Cəlal və Ceyran fərq etməz. Hər biri sonsuza qədər mənim yəni qəlbimdə yaşayacaq. Orada nöqtələr var da. Bu abreviaturadır. George Ali hamısının arasında nöqtə var. Sonra ondan bezdim. Da yəni ki hər yerdə var idi. Yeni kanalımda da oydu. Ona görə indi dedim ki təzə bir kimliyə bürünüm. Mən də Aqil Nəriman. Mən də elə təxəllüs kimi deyəcəm niyə görə götürmüşəm. Mən də babamın adı Nəriman idi. Mən də soyadımı Nərimanzadə qoyublar ona görə. Biz də hep evdəkilər kimi. Amma mən Nəriman adını özümdə daşımaq istəyirdim deyə. Mənim üçün də çox əhəmiyyətlidir. Ona görə mən də belə götürmüşdüm Aqil Nəriman. Amma səndəki hekayəsi maşallah çox uzun idi. Mən də qısa Nəriman. Və daşıdığım üçün yəni qürur duyuram. Yaxşı bir addır. Bu da videoqraf səhnə arxasında görünməyən adam. Hə? Bizə görünür amma yaxşıdır heç olmasa.